Bugünkü videomuzun mövzusu qoyun qırxımı haqqında olacaq. Gəlin başlayaq. Qoyun qırxımı heyvandarlıq sahəsində, xüsusilə də qoyunçuluqda ən vacib, məsuliyyətli mövsümi işlərdən biridir. Bu proses həm heyvanların sağlamlığı, həm də keyfiyyətli yun istehsalı üçün mühüm əhəmiyyət kəsb edir. Qoyun qırxımının vaxtı, üsulları, əhəmiyyəti və bu proses zamanı diqqət yetirməli olan vacib məqamlar haqqında geniş məlumat verəcəm. Qoyun qırxımının əhəmiyyəti qoyunların vaxtında və düzgün qırxılması təkcə iqtisadi qazanc, yun əldə etmək üçün deyil, həm də heyvanın bioloji tələbatı üçün zəruridir. Sağlamlıq və gigiyena, uzun və çirkli yun heyvanın dərisində gənə, bit, digər parazitlərin çoxalmasına şərait yaradır. Qırxım heyvanı bu zərərvericilərdən qoruyur. Yay aylarında isti hava şəraiti qalın yunlu qoyunlarda istilik stresinə və bədən hərarətinin yüksəlməsinə səbəb olur. Qırxım heyvanın sərinləməsinə və rahat nəfəs almasına kömək edir. Qırxılmış qoyunların iştahı açılır, çəki artımı sürətlənir və süd məhsuldarlığı yüksəlir. Qırxım mövsümü nə vaxtdır? Qoyunlar adətən ildə bir və ya 2 dəfə qırxılır. Bu qoyunun cinsindən və iqlim şəraitindən asılıdır. Yaz qırxımı əsas qırxım hesab edilir. Azərbaycanda və oxşar iqlimə malik bölgələrdə əsas qırxım adətən aprel-iyun ayı əvvəllərinə təsadüf edir. Hava kifayət qədər qızmalıdır ki, qırxılmış heyvanlar gecələr soyuqdan xəstələnməsin. Payız qırxımı. Bəzi kobud yunlu qoyun cinsləri avqust-sentyabr aylarında ikinci dəfə qırxıla bilər. Bu əsasən isti rayonlarda bu prosesi həyata keçirmək olar. Payız yunu adətən daha qısa olur. Yağışlı və rütubətli havada qoyun qırxmaq olmaz. Yaş yunu qırxmaq həm çətindir, həm də belə yun tez xarab olur, kiflənir. Qırxım üsulları. Müasir heyvandarlıqda qoyun qırxımı 2 əsas üsulla həyata keçirilir. Əl ilə qırxım ənənəvi üsul. Bu üsulda xüsusi qoyun qırxığı, böyük qayçıdan istifadə edilir. Üstünlükləri: elektrik tələb etmir, kiçik təsərrüfatlar üçün əlverişlidir. Çatışmayan tərəfləri: fiziki güc tələb edir. Proses yavaş gedir və yun dərinin tam dibindən kəsilmədiyi üçün biraz yun itkisi olur. Mexaniki elektrikli qırxım. Xüsusi elektrikli qırxım maşınları vasitəsilə həyata keçirilir. Üstünlüyü: çox sürətlidir, təcrübəli bir usta bir qoyunu 2-3 dəqiqəyə qırxa bilir. Yun dərinin tam dibindən bərabər səviyyədə kəsilir və yunun keyfiyyəti qorunur. Çatışmayan tərəfləri: diqqətsiz edildikdə heyvanın dərisini kəsmə riski daha yüksəkdir. Qırxım prosesində diqqət edilməli məqamlar: uğurlu və etkisiz bir qırxım üçün aşağıdakı qaydalara əməl olunmalıdır. Qırxımdan 12-14 saat əvvəl qoyunlara yem və su verilməsi dayandırılmalıdır. Tox qoyunun qarnı dolu olduğu üçün uzadılarkən daxili orqanları sıxıla bilər və bu heyvanın tələf olmasına yol açar. Heyvanın sabitlənməsi: qoyunun ayaqlarını incitmədən bağlamalı və ya xüsusi oturma pozisiyasına saxlanılmalıdır. Heyvan qorxub çox çırpınmamalıdır.
Yunun tamlığı yun bədəndən bütöv bir xalça, yun köynəyi şəklində çıxarılmalıdır. Tikə-tikə kəsilən yunun sənaye dəyəri aşağı düşür. Ardıcıllıq. Qırxımı adətən qarın nahiyəsindən başlanılır, sonra ayaqlar, quyruq ətrafı, boyun və ən son kürək hissə qırxılır. Yaraların müalicəsi. Qırxım zamanı heyvanın dərisi kəsilərsə, infeksiya düşməməsi üçün dərhal dezinfeksiya edici məhlullar, məsələn yod, göy dərman çəkilməlidir. Qırxımdan sonraki qulluq. Qırxılmış qoyunlar çılpaq qaldıqları üçün ilk günlər xarici təsirlərə qarşı çox həssas olurlar. Onları kəskin günəş şüalarından, gün vurmadan və qəfil yağışdan, soyuqdan qorumaq lazımdır. Qırxımdan 10-14 gün sonra dəridəki xırda kəsiklər sağaldığından sonra qoyunlar parazitlərə qarşı xüsusi dərmanlı hovuzlarda çimizdirilməlidir.